Salam, sabahınız xeyir olsun. 17 Mart 2026-cı il tarixidir. Ramazan ayının 27-ci günüdür. Ramazan ayının sonuncu həftəsinin sonuncu ikinci çərşənbə axşamı günüdür. Ramazan ayının 27-ci günündə də kimlər niyyət edib oruç tutmuşlar, hər birinin etdiyi niyyətlərin, tutduqları orucun qəbul olunmasını arzularım. Və bugün kimlər işləri ilə, gücləri ilə məşğuldurlar, həm evdə, həm iş yerlərində, həm iş arxasınca gedənlərə can sağlığı, iş avantlığı, yol açıqlığı və hər birimizə bugün də bol ruzi, bərəkət, gözəl bir torpaq çərşənbəsi keçirməyimizi arzulayıram. Bununla yanaşı, demək 17 Mart günündə kimlər təhsili ilə məşğuldurlar, məktəblər, orta ixtisas, ali məktəb tələbələri hər birindən can sağlığı, ilk növbədə zehin açıqlığı, yol açıqlığı, iş avantlığı, hədəflərinə, məqsədlərinə çataraq, demək, çox yüksək nəticədə həm Azərbaycan dövləti üçün, həm də bütün dünya üçün əhəmiyyətli, faydalı kadrlar kimi yetişmələrini arzulayıram. 17 Mart günündə kimlərin rəhmətə gedəni var, hər birinə Allahdan rəhmət, səbir diləyirəm. 17 Mart günündə kimlərin xəstələri var, Allahdan şəfa diləyirəm, can sağlığı diləyirəm. Bütün qazilərimizə can sağlığı, Allahdan şəfa diləyirəm. Bütün şəhid ailələrinin və bütün qazi ailələrini salamlayıram və hər birinə can sağlığı arzulayıram. Bu günlərini xoş, gözəl, firavanlıqla, mehribanlıqla keçirmələrini arzulayıram. 17 Mart günündə kimlərin ad günü, şad günüdür. Hər birini təbrik edirəm. Yeni yaşlarının onlara düşərli olmasını arzulayıram. Bütün arzularına çatmalarını arzulayıram. Bununla yanaşı 17 Mart günündə də demək, həm tarixi gün var, həm də bugün deməli Novruz bayramından əvvəl qeyd olunan sonuncu çərşənbə, ilaxır çərşənbə də deyilir, torpaq çərşənbəsi günüdür. Torpaq çərşənbəsi günündə də hər birimizin evində ocağı yaxşı gür yansın, qazanları gür qaynasın arzu edirəm və bu torpaq çərşənbəsi münasibəti ilə hər birimizi təbrik edirəm. Ali Baş Komandanımızı, onun ailəsini, qazi ailələrini, şəhid ailələrini, bununla yanaşı Azərbaycan ordusunu salamlayırıq və onların hər birində bu torpaq çərşənbəsi münasibəti ilə təbrik edirəm. Torpaq çərşənbəsinə aid şeir deyirəm. Torpağa bax, torpağa, sanki qalxıb ayağa, buxarlanıb nəfəsi, oyanıbdır həvəsi. Və bir daha torpaq çərşənbəmiz mübarək olsun, gözəl bir gün keçirmiş olaq bugünkü torpaq çərşənbəsi günündə. Və bu günlərim həm də tarixdə olan günlərimiz var. 17 Mart günündə 624-cü ildə müsəlmanlar və Qureyşlər arasında Bədir döyüşü baş verdiyi gündür. 17 Mart günü 1861-ci ildə İtaliya dövlətinin yaradılmasının elan edildiyi gündür. 17 Mart 1948-ci ildə Benelux ölkələri, Fransa və Birləşmiş Krallıq NATO-nun sələfi olan Brüssel müqaviləsini imzaladıkları gündür. Bununla yanaşı 17 Mart 1957-ci ildə Filippində təyyarə qəzası nəticəsində ölkə prezidenti və 24 nəfərin, yəni Ramon Magsaysayın və 24 nəfərin həlak olduğu gündür. 17 Mart günü 1969-cu ildə isə deməli Golda Meir İsrailin ilk qadın baş naziri olduğu gündür. 17 Mart həm də 1992-ci ildə Buenos Airesdə İsrail səfirliyinə terror hücumu nəticəsində 29 nəfərin həlak olduğu və 242 nəfərin isə yaralandığı gündür. 17 Mart günü həm də 1992-ci ildə Azərbaycan Respublikası ilə Almaniya dövləti arasında diplomatik əlaqələr qurulduğu gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.